Salam əziz dünya Azərbaycanlıları və hörmətli həmvətənlər. Biz Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı üzvləriyik. Fürsətdən istifadə edərək hər birinizi Zəfər Bayramının 5-ci il dönümü münasibəti ilə və qarşıdan gələn yeni il, eləcə də Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə canı gönüldən təbrik edirik. hamınıza xoşbəxtlik və sevgi dolu günlər arzulayırıq. bayramınız mübarək! Hər kəsin yeni ilini və Dünya Azərbaycanlılar Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni il sizə sağlamlıq, sevgi, ruzu və daha da çox yaxınlıq gətirsin. Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman bir-birimizə yaxın olaq və Azərbaycanı qəlbimizdə daşıyaq. Bayramınız mübarək. Aziz dünya азербайджанlıları, от всего сердца поздравляю всех азербайджанцев мира с Днем солидарности азербайджанцев. Мне большая честь поздравить с этой важной датой для всего Азербайджана, для каждого азербайджанца во всем мире. Вы знаете, я вашу сплоченность, вашу бдительность, ваше гордое сердце Азербайджана очень хорошо увидел во время 44-дневной Второй Карабахской войны, когда вы все до единого сплотились вокруг своего президента Ильхама Алиева, и благодаря этой сплоченности, благодаря этой верности, благодаря своему зову сердца, вы победили. И наконец-то Азербайджан сегодня видим таким, каким он должен быть и каким он будет всегда. Это свободный Азербайджан, это красивый Азербайджан, это Азербайджан, чье имя звучит во всем мире. И я хочу еще раз вас всех поздравить с этой важной датой. Она и для меня очень важна, как для военного журналиста, как для человека, который увидел, я могу сказать, саму душу азербайджанцев. Гордитесь своим флагом, гордитесь своей страной, гордитесь своим президентом, гордитесь тем, что вы азербайджанцы. Еще раз я вас всех хочу обнять, от всего сердца пожелать вам крепкости, силы духа, верности. И всегда помните своих героев, помните свои корни. Не важно, в какой стране вы живете, важно, кем вы себя чувствуете в своем сердце. Спасибо вам, мои родные. С наступающим Новым годом, с Днем солидарности. Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Bu il həm də Zəfər günümüzün 5 illik yubileyini böyük qürurla qeyd edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Arzu edirəm ki, yeni il hər biriniz üçün firavanlıq, sevinç və daha böyük uğurlar gətirsin. Ben Zəfər Əliyev, Gürcüstan Demokratik Bölgəsinin baş məşqçisi olaraq Qarabağ Sportsalının Karacalar Fight klubundan Dünya Azərbaycanlıların Həmrəylik gününü təbrik edirəm. Sağ olasınız, var olasınız. İnşallah ki, belə bir gənclərimizi dəstəklə bu klubdan Dünya və Avropa çempionları yetişib, arzuda peşəkar idmançılarımız yüksəkdir.